Değerli aziz kardeşler, ilk önce nefsime, sonra size Allah'tan korkmağı tavsiye ederim. Bu en hayırlı azıqədir ve en azametli tövsiyedir. Allah Taala'nın vəsiyyətidir. Evvelkilere, sonunculara ve müminlerin din gününe kadar olan azıqəsidir ve nicattır. Hem bu dünyada hem ahirette ve möhkəm bir qaladır fitnelerden, zəlalətlərdən qorunmaq üçün. Xüsusən də bu zamanda hansı ki fitneler çoxdur, imtihanlar növbə-növdür ve insanlar öz günahlarına bulaşmaqda hələ də davam edirlər ve qəflət içərisində olub Allah'ı unutmaqdadılar. Allah'ın zikrindən uzaq, tövbəsindən uzaq bir həyat sürürlər ve hatta o derecede ki tövbəni o kadar geciktirirler ki ölüm aniden onları haqlayır. Ve ne bilirsən nədir ölüm? O həqiqətdir, hansı ki ondan qaçılmaz ve ondan ne qaçmaq mümkündür, ne de o qaçılandır. Ləzzətləri qırandır, ne icazə alır, ne məsləhətləşir. Bax, hanı dünyanı boş-boş oyunlarla, əyləncəylə dolduranlar, hanı Allah'ın zikrindən, itayetinden gafil olanlar, hanı tövbəni geciktirenler, hamısı torpağın altındadır indi. Ne malları fayda verir, ne şərəfləri, ne nəsəbləri, ne şəhvət, ne ləzzət. Əksinə əməlləri ilə baş-başadılar qəbirlərində, ya nurdu ya da ki zülümət. Ve Allah Teala her bir şey onun elindədir. Odur sahibi, maliki bu dünyanın ve ahiretin. Odur tövbələri qəbul eden bəndələrindən. Onların günahları hansı həddə çatsa belə, قُلْ يَا عِبَادِيَ الَّذ۪ينَ أَصْرَفُوا عَلَى أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللّٰهِ اِنَّ اللّٰهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ. De, öz nefslerine karşı haddi aşan bendelerim, Allah Teala'nın rahmetinden ümidinizi üzmeyin. Allah bütün günahları bağışlayır. O bağışlayandır, rahmedendir. Ona göre tövbeye yönel, tövbeye üst tut, səmimi qəlbdən, sidqlə. Kapı hələ açıqdır, fürsət hələ də önündədir. Gecikdirmə tövbəni, çünkü ölüm anidir. Ve ola bilsin ki bir göz qırpımında qəflətdə olasan, ölüm sənlə tövbə arasına girer. Ve dünyaya da arxalanma, arxayın olma. Dünya fanidir, ahirət əbədiyyət diyarıdır. Dünya imtihandır, sınaqdır, ahirət qərardır. Allah Teala xəlq edib səni bu hayattaki əməl edəsən, ibadet edəsən, itayetinde çalışasan, yeryüzünü xeyirlə, islahla yaşadasan, lakin əksərimiz bu hədəfdən qafildir. Öz nəfsini tərk edib, dünya ve onun bərbəzəyinə, şəhvətinə, ona göre dünyanın halını düşünən, görən başa düşər ki, necə dünya dəyişir əhvalı ve dəyişir əhvalını öz əhlinin, bəzən sevinclə, fərəhlə, bəzən kədərlə, qəm-qüssə ilə. Ona göre xatırla daima ki həyat qısadır, ne kadar uzun olsa da əməl et ne qalıb həyatından ve terk et ne fanidir. Ve xatırla ki Allah Teala bəndəsinin tövbəsinə sevinir. Ona göre de Allah'ın rəhmətindən əlini üzmə, bağışlamasından ümidini kəsmə. Ət-təyibu minəd-dənbi kəmən lə dənbələ. Günahdan tövbə edən sanki heç günah etməyən kimidir. Allah'ım sənə tövbə edir, səndən bağışlama dilirik. Günahlarımızın şərrindən sənə sığınırıq. Bizim günahlarımızı, xətalarımızı bağışla. Bizi sidq qəlblə tövbə etməyə müvəffəq et. Pis əməllərin aqibətindən bizi qoru. Bizi doğru yola müvəffəq et. Doğru yolda addımlayan kəslərdən et. Öz lütfünlə, rəhmətinlə ya Rab. Allah'ım xalqımızı, millətimizi doğru yola müvəffəq et. Onlara hidayət et. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Bizi eşidib faydalardan et. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və li səiril musliminə min kulli dəm fəstəğfiruhu innəhu və ğafurur rahim.